Müşahidə doktoru dedim, mən müşahidə doktoru. Bu 3-4 gün buna qızdırma var, buna bir əncam edin. Müşahidə doktoru oradan bir ses səsini dedi, dedim bunun qızdırması olsun. Gəldi dedi 36 yam, göy normal. Götün aparın evə. Gətirdim evə, bunun halı pisləşdi. Ağdaşda qadın yüksək hərarətdən dünyasını dəyişib. DEM Mediazın yerli bürosu xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon mərkəzi xəstəxanasında vəfat edib. İlkin məlumatlara görə 46 yaşlı qadının hərarətdən öldüyü ehtimal olunur. Mərhumun qardaşı isə bu işdə həkim səhlənkarlığının olduğunu deyir. Yola skora zəng elədim ki, vəziyyəti ağırdır. Xəstələnməyə skor götür. Bizim skorumuz adımız yoxdur. Gör öz maşından çatdıra bilərsən. Harada çatdırım, apardım bura. Acil şöbəsinin qamanı saxlamışam, maşını kömək diləyirəm. 2 dənə borsa gəlib, adam kalyaskanı. Heç kim yaxın görmür, həkimlər belə üstdən baxırlar. Dedim kömək edin, mən bu ağır adamdır. Qıraqdan sayaq şilab adamla var, çıxartmışıq. Ona işte geldi, baxtı, baxtiyardı. Dedi bu qızdırmasını, hər gün qızdırmasını, o istemdad bıraq. Nizamlı'da nematolog lazım. Nematolog deyəm, mən buna alimi, buna işlem olmaz. Diagnoz nədir bunun? Diagnoz qoydu. Deyəm, mən neşə diagnoz qoyan var. Beyni quruyub qızdırmadan. Dedim, bir gün sən beyin quruyor. Deyir, hə, onun beyni quruyub. Neçəydi qızdırması? 40, 39, 40, 41. Böyle arası. Yani tez olurdu bu? Yok. Elə bu 3-4 gündə oldu. Xəstəliyi vardı? Xəstəliyi, heç bir xəstəliyi yoxdur. Analiz cavabları çıxartdırmışam, promo əməliyyat paketi satmışam analizdən. Analizdən durur, hala desən təqdim edə bilərəm. Həkim səhlənkarı. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomi birliyinin yerli şöbəsinə yerləşdirilib. Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma başlanılıb. Nizami Rəsulov, Aqil Əsədov, Əlibal Əsgərov, xüsusi olaraq Dinas TV üçün.